məst idilər, kefdə idilər. Atdan yerə düşür üz üstündə, qərib bir adamdır, heç kəsi yox, borcludur İmam Hüseyinə, torpaqdır İmam Hüseynin qarşısında. Üzü torpaqda can verir. Birdən görür ki, ayaq səsi gəlir. Gözünü açır, baxır, görür İmam Hüseyin gəlir. O üzü torpağın üstündə gözünü yumur xəcalətdən. Ki, mən necə sənə minnətdarlıq edeyim? Görürlər ki, gəldi bu hiss edir ki, kimsə bunun başını yerdən qaldırır, qoyur dizinin üstünə. Bu xəcalətlə gözünü açır, baxır, görür İmam Hüseyin əleyhissalam. Öz-özünə deyir ki, mən hara, Hüseynin ətəyinə baş qoymaq hara, Əl-Əkbərin baş qoyduğu yerə mən də baş qoyum, xəcalətdən başını təzdən çəkir, qoyur yerə. İmam Hüseyin əleyhissalam əyilir, üzünü yapışdırır onun üzünə. Axır sözü bu olur, bax, dodağına təbəssüm qonur, deyir, kim mənim kim ola bilər, Peyğəmbər oğlu üzünü mənim üzümə qoyub. Deyir, güldü, təbəssümlə seyr elədi, uçdu getdi Rəbbinə tərəf.